Bu gün inşallah gəlmişik faraları polirovka eləməyə. Ünvanımız yenə də dəyişilməz olaraq qalır. Fan servisdəyik və bu köhnə halını mən sizə göstərəyim. Hal-hazırda faralar bu gündədir. İndi inşallah ki, sağlıq olsun, polirovka eləsinlər. Bundan sonraki halını göstərəcəm. Bu da həmin bu avtomobildə hansı ki, inşallah 2 aya, 3 aya, 4 aya, 5 aya satacağıq. Allah qoysa. Buralarına fikir verməyin. Buraları heç vaxt təmizləməyiblər. İnşallah buralara da vaxt gələcək. Buralar da olacaq ideal. Ona görə bu video sırf bizim polirovka videomuzdur. Sonra da inşallah nakladkalar da dəyişiləcək. ABS də jidqisi dəyişiləcək. Əslində belə pis deyil, amma yenə də tam ürəyim istədiyim kimi olsun ki, qardaş, maşın satılanda maşın ideal olmalıdır. Şu belə getdik. Bu da onun sonraki halı. Polirovkadan sonra açığı tam səmimi deyəcəm, heç gözləmirdim ki, belə qəşəng olacaq. Vallahi, yəni tam səmimi deyirəm, heç belə gözləmirdim ki. Elə bildim ki, içərdən çoxlu rəng gedib, ona görə ucu düzələsi deyil. Amma həqiqətən də polirovkaya dəydi. Ki, olundu, maşının opşi vidi dəyişdi. Yəni, elə bil ki, yəni, bilirəm, effekt elə də yaxşıdır. Bir dənə telefonla da çəkəcəm. Baxasınız. Telefonla effekt tamam başqadır. Fikir versən. GoPro elə bil ki, tam götürə bilmirdi. Amma bu ilə tamam başqadır effekti. Vəssalam. İndi keçirik əsas məsələyə, qiymətə. Deməli, faraların polirovkası vəziyyətindən asılı olaraq 30-40 manat civarındadır. Yerində yaxınlaşanda təyin olunur qiymət və deyilir. Belə, bununla da biz videonu yekunlaşdırırıq. Videonu bəyəndinizsə like etməyi unutmayın. Fan servis deməli yerləşir Premium Klinikin arxasında 3-cü mikrorayon dairəsinə yaxın yerdə. Əlaqə nömrələr 050 632 99 89. Kim istəsə müraciət edə bilər. Oldu, sağ olun, salamat qalın.